Mənə çox ən yaxın adam olubdu Sara. Bütün sirrim onda olubdu mən, həmişə. Əgər ürəyimdən bir qız keçibsə institutda, xoşum gəlibsə, ona demişəm, Sara, get gör nə tərdir. Bu da gedib gəlib istəyibdir. Deyim, birini bəyəndə olarmı? Deyir, yaxşı döydə Nəriman sən. Nəysə belə, sonradan hiss eləmişəm ki, da 8-də, 9-da oxuyanda Sara, axır siniflərdə tamam başqa idi, hiss elədim ki, bunu. Mən ona, yəni, o hissim yox idi mənim. Hətta sonra gördüm ki, ondan doğma adam yoxdur mənə. Gecələr oturduq, o da dərsə hazırlaşır, mən də dərs zad eləmirdim, məktub yazırdıq stolda. Mən ona məktub yazırdım, o bana məktub yazırdı. Stolun o tərəfində oturub, bu tərəfində mən. Məktublaşırdıq. Məhəbbət məktubları yazırdıq. Ancaq danışmırdıq, çox qəribə. Bir evdə qalırıq. İndi görüş üçün biz şəhərə gedirik. Görüşmürük burada. İndi vağzaldan şəhərə bir xeyli yoldur da, mənim Gəncədə olursunuzmu? Oradan şəhərə qədər o biri Səkiyə keçibdi. Mən də bu biri Səkiyə yolum. Güya indi gedirik görüşə. Güya nə bizi tanıyan var, nə adama sayan var. İndi biz, bu deyir, xoflu olar adamı özümüzdən, güya bizi görərlər. Görən nə tanıyır bizi, nə deyəcək bizi. Çox maraqlı detallardır. Və o Səkiyə məmursa düz şəhərə qədər getmişik. Getdik Gəncə çayının üstə bir körpü var. İndi körpünün üstə dayandıq, indi görüş yerimizdə yorulmuşuq. O körpünün o tərəfində durur, mən də bu tərəfində güya görüşə çıxmışıq. İndi mənə elə maraqlı gəlir ki, qızım. Çox maraqlı idi, çox. Sonra da gəlmişik. Halbuki öydə görüşə bilərdi, öydə idi, bir evdə. O vaxtı sataşmaq, zarafat eləmək zad var idi yaşlılar arasında. Elə ki ona deyəndə, məsələ, Sara Nəriman falan yerdədir, falan zad belə. Deyirdi, nə olur, canı sağ olsun. Ancaq gördüm, ürəyində küsürdü mənimlə. Başqa yerdə tərifləyirdi, gəlib öydə küsürdü. İşə gedəndə dalımda su səpirdi. İsmail Qaya gəldi, oturdu, bir sən çay içirik. İsmail müəllim baxdı şəkillərə. Dedi, Nəriman, bu nə yaxşı düzəldiblər bunu. Dedim, nəyi? Dedi, xəbərim yoxdur mənim. Gördüm, Sara bir insan ömrünü qaralayıb, yazır ki, bir qadın ömrünü girov qoymuşam, bir şair ömrünü yaşatmaq üçün. Nəriman, nə yaxşı düzəldib deyil. Heç yadımdan çıxmır o. Onu, yəni qadın girov qoyub doğrudan da sənətkarın həyatını yaşatmaq üçün.